Herkese salam, yeni bir dərsə xoş gəlmisiniz. Bugün sizə söz önlər mövzusunun davamı olaraq söz önlərin məna növü olan kauzal preposisionları izah edirəm. Kauzal preposision Azərbaycan dilinə səbəb və nəticə bildirən söz önlər kimi tərcümə olunur. Səbəb və nəticə bildirən söz önlər warum, niyə, what'un, nə üçün suallarına birinə cavab verir. Və tez-tez istifadə olunan kauzal preposisionlar bunlardır. Genitiv, yəni iki halını tələb edən söz önlərdən wegen, aufgrund, infolge, angesichts, trotz, dank, anlässlich, kraft, mangels. İkincisi dativ, yəni iki halını tələb edən kauzal preposisionlardan aus, vor, dank, zuliebe. Deməli, burada gördüyünüz söz önlər əgər sizin üçün yenidirsə, belə qeyd etmək istəyirəm ki, bu yuxarı səviyyəyə aid olan söz önlərdir və burada əksəriyyəti daha çox yazı dilində istifadə olunur. İndi gəlin biz nə edək? Nümunələrə baxaq. İzaha keçməzdən əvvəl sizə kiçik bir şey qeyd etmək istəyirəm ki, əgər söz önlər mövzusunda bu videoya ilk dəfədir baxırsınızsa və heç bir anlayışınız yoxdursa, onda sizə məsləhətim birinci dərsə qayıdın. Birinci dərsdən etibarən söz önlər hər bir ayrı-ayrılıqda izah olunub. Çünki bu mövzuların hər biri bir-biri ilə zəncirvari olaraq bağlıdır. Yox, yetər qədər artıq söz önlər haqqında məlumatınız varsa və məna növlərini öyrənirsinizsə, onda videoya davam edə bilərsiniz. Gəlin indi nümunələrə baxaq. Birinci genitiv, yəni iki halını tələb edən söz önlərdən wegen, aufgrund və infolge. Bunlar görə kimi tərcümə olunur. Bir də infolgenin nəticəsində kimi tərcüməsi var. Amma daha çox danışıqda hansı istifadə olunur desəz, wegen daha çox istifadə olunur. Məsəl üçün belə bir cümlə deyək ki, güclü qara görə məktəblər bir həftəlik bağlı olacaq. Bu cümlə nədir? Məhcul növ gələcək zamana aid bir cümlədir. Baxırıq cümləyə. Güclü qara görə. Biz artıq bunu alman dilində ifadə etmək istəyiriksə, wegen, aufgrund o da infolgedən istifadə eləyə bilərik. Güclü qar nədir? Der starke Schnee. Bizə indi nə dedik? Wegendir, aufgrund, infolgedir plus genitiv olduğuna görə, yəni özündən sonra yerlik halı tələb etdiyinə görə biz 4 haldan des starken Schnees formasını deməliyik. Wegen des starken Schnees werden die Schulen für eine Woche geschlossen sein. Güclü qara görə məktəblər bir həftəlik bağlı olacaq. Və yaxud aufgrund des starken Schnees werden die Schulen für eine Woche geschlossen sein. Oder infolge des starken Schnees werden die Schulen für eine Woche geschlossen sein. Necə tərcümə olundu? Görə. Növbəti sözünümüz angesichts. Bu da həmçinin görə və yaxud qarşısında və yaxud dan dolayı kimi tərcümə olunur. Məsələn, belə bir nümunə. Qadın çoxlu insanların qarşısında müqavimətini itirdi. Çoxlu insanların qarşısında. Bunu ifadə etmək istəyiriksə, biz angesichts-dən istifadə edə bilərik. Angesichts plus genitiv olduğuna görə çoxlu insanların der vielen Menschen və deyirik ki, die Frau verlor angesichts der vielen Menschen die Besinnung. Qadın çoxlu insanların qarşısında müqavimətini itirdi və yaxud güclü yağışa görə evdə qaldıq. Güclü yağışa görə bayaqki söz önlərdən də istifadə edə bilərik. Angesichts-dən də istifadə edə bilərik. Angesichts des starken Regnes blieben wir zu Hause. Güclü yağışa görə evdə qaldıq. Növbəti söz önümüz trotz. Baxmayaraq kimi tərcümə olunur. Bilirik ki, özünə sonra genitiv, yəni iki halını tələb edir. Məsəl üçün, söz verməsinə baxmayaraq o yenidən içki içməyə başladı. Söz verməsinə baxmayaraq. Alman dilində ifadə etmək istəyiriksə, trotz seines Versprechens begann er wieder Alkohol zu trinken. Söz verməsinə baxmayaraq o yenidən içki içməyə başladı. Növbəti söz önümüz kraft. Əsasən gücü ilə kimi tərcümə olunur. Məsəl üçün, qanuna əsasən bu qadağandır. Qanuna əsasən. Əsasən nədir? Kraft. Deyirik ki, Kraft des Gesetzes ist es verboten. Qanuna əsasən bu qadağandır. Növbəti söz önümüz isə dank sayəsində görə. Məsəl üçün,
Onun köməyi sayəsində yaşlı insanlara kömək edə bildik. Onun köməyi sayəsində. Alman dilində ifadə etmək istəyiriksə, dankdan istifadə edə bilərik sözün olaraq və özünə sonra genitiv halını tələb etdiyinə görə onun köməyi seine Hilfe. Yəni burada söhbət kişi cinsindən və ya orta cinsdən gedir, seine Hilfe. Və deyirik ki, dank seiner Hilfe konnten wir den alten Menschen helfen. Onun köməyi sayəsində yaşlı insanlara kömək edə bildik. Növbəti sözünümüz mangels, çatışmazlığı üzündən olmadığına görə, məsəl üçün, günahkarın sübutu olmadığına görə, yəni sübutu çatışmadığına görə, dəlil çatışmazlığına görə həbs edildi. Nə ilə ifadə edə bilərik bunu? Mangels. Der Schuldige wurde mangels Beweisen verhaftet. Günahkarın dəlil çatışmazlığına görə həbs edildi. Mangels çatışmazlıq üzündən olmadığına görə kimi tərcümə olunur. Sonuncu genitiv halını tələb edən söz önlərdən zugunsten. Bu nədir? Bu leyhinə, xeyrinə deməkdir. Məsəl üçün, qərar komandanın xeyrinə verildi. Alman dilində ifadə etmək istəyiriksə ki, xeyrinə, komandanın xeyrinə zugunsten des Teams deməliyik. Die Entscheidung fiel zugunsten des Teams aus. Qərar komandanın xeyrinə verildi. İndi isə baxırıq dativ yönlük halını tələb edən kauzal prepozisionlara. Deməli, aus və for. Belə izah edeyim ki sizə, daha çox əgər ausdan istifadə ediriksə, bu daxili səbəbi bildirir, yəni sadəcə səbəb. Amma fordan istifadə edəcəyiksə, bu güclü emosiyadan yaranan reaksiyanı bildirir. Məsəl üçün, indi nümunələr üzərindən daha yaxşı başa düşəcəksiniz. Deyirik ki, o qorxduğu üçün susur. O qorxudan susur. Elə schweigt aus Angst. Bu nədir? Səbəbini bildirir. Qorxduğuna görə. Qorxudan susur. Bu səbəbi bildirir. Amma forda isə ifadə etsək, zittert vor Angst. O qorxudan titrəyir. Yəni nədir qorxudan? Artıq nəyi göstərir? Reaksiyanı göstərir. Yəni aus daxili səbəbi göstərir. For güclü emosiyadan yaranan reaksiyanı. Məsəl üçün, yoldaşım qısqanclıqdan mənimlə danışmır. Səbəbi var. Qısqanclıqdan mənimlə danışmır. Mein Mann spricht aus Eifersucht nicht mit mir. Qısqanclıqdan mənimlə danışmır. Nədir? Səbəbini göstərir. Daha sonra, məsəl üçün, for. Əgər güclü emosiyadan yaranan reaksiya olarsa, niyə başın ağrıyır? Warum hast du Kopfschmerzen? For stress, stressdən. Nədir? Reaksiya. Və yaxud bütün gün sevincdən gülmüşəm. Nədir? Reaksiyadır da. Güclü emosiyadan yaranan bir reaksiya. Deyirəm ki, ich habe den ganzen Tag vor Freude gelacht. Bütün gün sevincdən gülmüşəm. Sevincdən vor Freude. Daha sonra növbəti sözünümüz dank sayəsində, nəticəsində görə səbəbinə. Bu artıq gördünüz dativ yönlük halını tələb edən sözündür. Məsəl üçün, bu həkimin sayəsində atam çox yaxşıdır. Həkim nədir? Der Arzt. Bu həkim dieser Arzt. Dank plus dativ olduğuna görə dank diesem Arzt ist mein Vater sehr gut. Bu həkimin sayəsində atam çox yaxşıdır. Və yaxud sürətləri nəticəsində yanğın söndürən bina yanğınını söndürə bildi. Dank ihrer Schnelligkeit konnte die Feuerwehr den Gebäudebrand löschen. Sürətləri nəticəsində. Dank ihrer Schnelligkeit. Növbəti sözünümüz isə zufolge. Bu nəticədə, səbəbi ilə, görə, uyğun olaraq kimi tərcümə olunur. Məsələn, Toma görə yuxarı mənzildə heç kim yaşamır. Bunu nə ilə ifadə etməliyik? Zufolge ilə məsələn. Tom zufolge wohnt in der oberen Wohnung niemand. Və bu sözünü fikir verdiyinizsə əgər aid olduğu sözün önündə deyil, aid olduğu sözdən sonra gəldi. Tom zufolge wohnt in der oberen Wohnung niemand. Toma görə yuxarı mənzildə heç kim yaşamır. Digər nümunə, hava məlumatına görə sabah soyuq və yağışlı olacaq. Dem Wetterbericht zufolge wird es morgen kühl und regnerisch sein. Hava məlumatına görə. Dem Wetterbericht zufolge. Niyə zufolge plus dativ olduğuna görə
Yönlü fiilin tələb etdiyinə görə dem vətəbəğişdə olur. Sonuncu nümunəmiz isə zuliebe, bu kiməsə görə deməkdir. Məsəl üçün, rəfiqəmə görə onların binasından ev aldım. Ich habe meine Freundin zuliebe eine Wohnung in ihrem Gebäude gekauft. Gördünüz, bu sözündə aid olduğu sözün önündə deyil, sonrasında gəldi. Meine Freundin zuliebe. Meine Freundin nədir? Nominativ, adlı haldadır. Amma dativ forması necə olur? Meiner Freundin. Ich habe meiner Freundin zuliebe eine Wohnung in ihrem Gebäude gekauft. Rəfiqəmə görə onların binasından ev aldım. Gördüyünüz kimi, burada istifadə olunan hər bir söz önü məna növü olaraq aiddir kauzal prepozisyonlara, yəni səbəb və nəticə bildirən söz önlər. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.